Bütün Azərbaycan evlərində yay boyu bişən o məşhur yemək, üç bacı dolması. Bu dolma üçün həmişə uyğun ölçülü badımcan, pomidor, biber seçirəm. Badımcanın saplağını çıxardıb kəsiyə atıram. Biber və pomidorun içini boşaldıram. Amma pomidorun lətini saxlayıram. Badımcanı duzlu suda pörtüb soyuq suya salıram. Videodakı kimi əlimlə ovxalayıb toxumunu və acısını çıxardıb, biberlə birgə o üz bu üz yağda qızardıram. Quzu quyruğunun yağına soğan əlavə edib biraz öldürüb qiyməni qatıram. İçliyə mütləq qara reyhan da vururam. Yəni reyhan olmasa bu dolmanı bişirmirəm. Qiyməni tərəvəzlərin içinə doldururam. Bax, bu etap 3 bacı dolmasının ən sevdiyim mərhələsidir. Ən çox içliyə aparan biber, ən az içliyi tutanda pomidor olur. Gəl indi nizamla. Pomidorlar üstə qalmaq şərti ilə hamısını 6 qalın qazana yığıram. Pomidorun lətini ədviyyat, şəkər tozu, limon sıxıb sosunu hazırlayıram. Biz buna sirkə şirə deyirik. Dolmanın üzərinə gəzdirib vamodda bişməyə qoyuram. Və salam hazırdır. Mən anamdan gördüyüm üsulu paylaşdım. Və siz necə hazırlayırsınız? Sevirsiniz bu 3 bacıları?